Salam dəyərli izləyicilər, belə bir sualın izahına baxaq. Təzə zaman qrafik verilmiş cismin başlanğıc sürəti 10 metr böl saniyə olmuşdur və hərəkətə başladıqda 15 saniyə sonra cismin sürəti neçə metr böl saniyə olmuşdur. Demək, ilk öncə bir şey qeyd edək ki, təzə zaman qrafikində qrafik ilə zaman oxu arasındakı fiqurun sahəsi ədədi qiymətcə sürət dəyişməsinə bərabərdir. Yəni 0, 5, 5, 10 və 10, 15 saniyə zaman intervallarına sürət dəyişməsini baxaq. Sonra başlanğıc sürətin üzərinə sürət dəyişməsini gəldikdə 15 saniyə sonraki sürəti verir. Yəni bu dediklərimizi yazaq. Birinci oblastda, yəni 0-5 saniyə zaman intervalında sürət dəyişməsinin proyeksiyası bərabərdir. Fiqurun sahəsi, yəni 5 vurulsun 3 bərabərdir 15. İkinci, yəni 5-10 saniyə zaman intervalında sürət dəyişməsinin proyeksiyası bərabərdir 5 vurulsun -4, yəni 20. Üçüncü oblastda, yəni 10-15 saniyə zaman intervalında sürət dəyişməsinin proyeksiyası bərabərdir 5 vurulsun 5, yəni 25 metr böl saniyə. Sürət dəyişməsinin, yəni 15 saniyədə sürət dəyişməsinin proyeksiyası nəyə bərabər olmuşdur? 25 üstəyə 15, 40. 40-ın üstünə -20 gələndə eləyir 20. Yəni sürət dəyişməsi 15 saniyə ərzində sürət dəyişməsinin proyeksiyası bərabərdir 20 metr böl saniyə. Başlanğıc sürətim neçə olmuşdur? 10. Sürət dəyişməsi də 20. 10 üstünə 20 gələn neçə eləyir? 30. Cavab eləyir B variantı. Bəyənib abunə olmağı unutmayın. Növbəti dərslərimiz hansı bölmənin test izahına aid olmasını istəyirsinizsə, buyurub şərh bölmələrində yaza bilərsiniz. Çox sağ olun.